Çız, pız, steak, kebab. Həm steak pişir, həm kebab pişir. Nə də bax buna. Həm buna şişdə pişirə bilirsən. Smokda. Qəşəng düzdün tikəni, toyuğu, ətilləni bağdan pişir. Bax indidən gəlir. Bax. İstəmirsən şişdə pişirməyi, köftə eləməksən, burger eləməksən, steak eləməksən, şapalaq eləməksən, şişləri götürsən, bunun üstündə pişirirsən. Əsas üstünlüyü bu nədir bunda? Bu qiymətə daxildir. Hamısı. Şişlər, neşetkalar daxil. Neşetkalar bax günə qalınca. Bilirsən də qalınlar çox baha olur. Necə bahalı materialdır ki. Əlvan metal kimi gedir. Bax, belə bağladın, uzun pişirir. Termometrdə var, istini tənzimləyirsən. Burada hava tənzimləyicilər də var. İki tərəfdən polkalar da bax sökülüb, yığılır. Tık çıxartdın, açdın ağzını, qoydun içine at maşını harasına apar ginən. Və yığandan sonra da baxmayaq ki, ağırdır çünki qalın metaldan hazırlanır. Rahat harasına daşınır. 12 dənə şiş daxil, setkalar daxil və rahat daşınan üstündə xəkandazı, maşası, bütün komplektasiya. Gəl, gəl, hələ qutarmayıb. Sezondakı vatbotdadır. Apar ki.